Dövlət Təhlükəsizlik Xidmətində istintaq yekunlaşdırılan və terrorçuluqda ittiham olunan, özlərini qisas qrupu adlandıran 13 nəfərlik qrup üzvlərinin yekun məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə baş tutan son prosesdə təqsirləndirilənlərə hökm oxunub. Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16 il, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusuf Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay və Mirvasid Əliyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət işinin materiallarından müəyyən olub ki, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Axundzadə Rüfullah Höccətoğlunun tapşırığı ilə Azərbaycan ərazisində Kərimə adlı şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması planlaşdırılıb. Bu məqsədlə Telegram ani mesajlaşma sistemində Şıxaliyev İlham Kamaloğlu tərəfindən yaradılan Qisas adlı gizli qrupun üzvləri Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hərbi və digər təyinatlı obyektlərin fotolarını çəkmək tapşırığını alıblar. Əldə edilən məlumatların isə hazırda xarici ölkədə məskunlaşmış Rufullah Axundzadəyə və onun oğlu Əli Mürsəl Axundzadəyə göndərilməsinə dair, eləcə də Azərbaycan ictimai və siyasi xadimlərinin həyatına sui-qəsd etmək barədə Rufullah Axundzadədən tapşırıqlar alıblar. Xatırladaq ki, Sabiq Təhsil Naziri Misir Mərdanov və Real TV-nin rəhbəri Mirşahin Ağayev cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınıblar. Təqsirləndirilən şəxslər onlara istinad edilən əməllərlə bağlı istintaq zamanı dəfələrlə etiraf edici ifadələr veriblər. Cinayət işinin materiallarından həmin şəxslərin Rufullah Axundzadə qarşısında sədaqət andı içmələrinə dair video materiallar, cinayət əməllərinə dair müxtəlif yazışmalar, səs yazıları yer alıb. Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28-277 və 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.